Salam hörmətli sevgili izləyicilər, xoş gördüyünüz Azərbaycan Ədəbiyyat Həvəskarları. Mən Azərbaycan Ədəbiyyat müəllimi Qabiliyyət Görüb, Azərbaycan Ədəbiyyat Mərkəzində bu fənlərin tədrisi ilə məşğulam. Bu günlərdə Dövlət İmtahan Mərkəzinin dərs proqramında olan bəzi mövzuların izahını verməyə çalışacağım. Ümid edirəm ki, bizim bu izahların hər bir kəs müəyyən edən də olsa faydasını görmüş olacaq. Demək, biz əvvəlki dərslərimizdə sintaksis haqqında ilkin olaraq anlayış verdik. Sintaksisdən nə öyrənilir, bu haqda müəyyən qədər məlumat verdik. Bu gün izah edəcək isə məhz söz birləşmələri haqqında olacaq. Ümumiyyətlə, söz birləşməsi nədir? İki və ya daha artıq sözün məna və qrammatik cəhətlər birləşməsi söz birləşməsi adlandırılır. Söz birləşməsinin adətən iki tərəf olur. Bir olur aslı tərəf, bir olur əsas tərəf. Və yaxud da buna deyilər tabi olan tərəf, tabi edən tərəf. Və yaxud da qısa olaraq deyəcək, birinci tərəf və yaxud da ikinci tərəf. Demək, söz birləşməsi neçə tərəf olur deyəndə, söz birləşməsi iki tərəf olur. Aslı tərəf, əsas tərəf və yaxud da birinci tərəf, ikinci tərəf. Tabi olan tərəf, tabi edən tərəf. Demək, biz dedik, yaxşı insan, yaxşı danışan. Demək, söz birləşməsinin iki tərəf olur. Aslı tərəf, əsas tərəf. Birinci tərəf, ikinci tərəf. Və yaxud da tabi olan tərəf və yaxud da tabi edən tərəf. Əsas tərəfin ifadə vasitələrinə görə söz birləşmələri iki cür olur. Bir var ismi birləşmələr, bir də var feili birləşmələr. Əsas tərəfi feillə ifadə olunursa, bu cür birləşmələr feili birləşmələr. Əsas tərəfi feillə yox, digər əsas nitq hissələrlə ifadə olunursa, bu birləşmələr adlanır ismi birləşmələr. Demək, söz birləşməsi iki cür olur. İsmi birləşmə var, feili birləşmə var. İsmi birləşmə nədir, feili birləşmə nədir? Əsas tərəfi, yəni ikinci tərəfi və yaxud da tabi edən tərəfi feillə ifadə olunursa, bu olur feili birləşmə. Feillə yox, digər əsas nitq hissələrlə ifadə olunursa, bu cür birləşmələr adlandırılır. Bu cür birləşmələrlə ismi birləşmələr adlandırılır. İsmi birləşmələr özləri iki cür olur. Var təyinli söz birləşmələri, bir də var qeyri-təyinli söz birləşməsi. Biz dedik, çalışqan şagird. Bir də var dağlardan uca. Demək, ismi birləşmələr iki cür olur. Var təyinli söz birləşmələri, bir də var qeyri-təyinli söz birləşmələri. Aslı tərəfi təyindirsə, yəni sifətlə sayın sualına cavab verib, necə, nəcür, hansı, neçə, nəqədə, neçə, nəzir, bu suallara cavab verirsə, bu cür birləşmələr təyinli söz birləşməsi. Aslı tərəfi təyin deyilsə, digər cür özlərdirsə, bu cür birləşmələr adlandırılır qeyri-təyinli söz birləşməsi. Demək, məhz bu xüsusiyyətlərə görə təyinli söz birləşmələrin hamısını biz ismi birləşmə adlandırırıq. İsmi birləşmələrin hamısını təyinli söz birləşməsi adlandırırıq. Çünki qeyri-təyinli söz birləşməsi adlandırılan birləşmələr də var. Demək, ismi birləşmələrin hamısı təyinli söz birləşməsi hesab olunmur. Təyinli söz birləşmələrin hamısı ismi birləşmə hesab olunur. Demək, təyinli söz birləşmələri haqqında müəyyən qədər məlumat verək. Təyinli söz birləşmələri üç cür olur. Birinci növ təyinli söz birləşməsi, ikinci növ təyinli söz birləşməsi, bir də üçüncü növ təyinli söz birləşməsi. Birinci növ təyinli söz birləşməsinin birinci tərəfi 0, ikinci tərəfi 0. Yəni, heç bir morfoloji əlamət göstəricisi yoxdur. Adətən sifət isim şəklində olur. Çalışqan şagird. Hansı şagird? Çalışqan şagird. Adətən sifət isim şəklində olur. Bundan başqa digər nitq hissələr ola bilər. Burada isim olanda, yəni isim və ya da isim xüsusiyyətini daşıyan digər əsas nitq hissələr də ola bilər. Çalışqan şagird, bu oldu birinci növ təyinli söz birləşməsi. Ola bilər 5 şagird. 5 şagird. Say isim şəklində ola bilər. Bu kitab. Əvəzlik isim şəklində ola bilər. Yuxarı mərtəbə. Zərf isim şəklində ola bilər. Demək, sifət isim, say isim, əvəzlik isim, zərf isim, oxuyan
insan, feil, sifət, isim, hətta isim şəklində də ola bilər. Qızıl üzük. Demək, isim şəklində ola bilər. Birinci növ təyin söz birləşməsi adətən təhlil olunan zaman biri digərindən ayrılır. Tərəfləri adətən sifət isim, say isim, əvəzli isim, zərf isim, feil, sifət isim, hətta isim şəklində ola bilər. Yəni, bir də burada nəyə fikir verək? Əsas tərəfi isim deyəndə, yəni təkcə isim olmaya bilər. Yəni, isim xüsusiyyətini daşıyan digər əsas nitq sifələrdə ola bilər. Feildən başqa digər əsas nitq sifələrdə ola bilər. Demək, birinci növ təyin söz birləşməsi təhlil olunanda biri digərindən ayrılır. Amma bütövlükdə bir anlayış bildirən sözlər varsa və ya da əgər biz dərslərdə izah edəndə keçəndə biz deyirik, bir anlayış bildirən sözlər var və yaxud da nədənsə bir dənədirsə, bu hallarda bu cür birinci növ təyin söz birləşmələri bütöv götürülür. Bunlardan başqa yerdə qalan bütün birinci növ təyin söz birləşmələri təhlil olanda biri digərindən ayrılır. İkinci sözü növ təyinli söz birləşmələrimiz müqayisəli şəkildə deyək. İkinci növ təyinli söz birləşməsində birinci tərəfi sıfır, ikinci tərəfi mənsubiyyət şəkilçisi, üçüncü növ təyinli söz birləşməsində birinci tərəfi yəli hal, ikinci tərəfi mənsubiyyət şəkilçisi. Demək, bu birinci növ təyinli söz birləşməsi, bu iki, bu da nədir? Üçüncü növ təyinli söz birləşməsi. İkinci növ təyinli söz birləşməsində biz dedik, məktəb həyəti. Üçüncü növ təyinli söz birləşməsində dedik, məktəbi həyəti. İkinci növlə üçüncü növ təyinli söz birləşməsinin hansı fərqi var? Nə fərqləri var? İkinci növlə üçüncü növ təyinli söz birləşməsi arasında hansı fərqləri var? İkinci növ təyinli söz birləşməsinin aslı tərəfi qeyri-müəyyənlik bildirən yəli haldır. Əsas tərəfi yalnız üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul edir. Üçüncü növ təyinli söz birləşməsinin aslı tərəfi müəyyənlik bildirən yəli hal, ikinci tərəfi hər üç şəxsin mənsubiyyət şəkilçisini qəbul etmiş olur. Bundan başqa, üçüncü növ təyinli söz birləşməsinin arasında istədiyiniz qədər söz artıra bilirik. Tutaq ki, məktəbin gölü istədiyi həyəti. İkinci növ təyinli söz birləşməsinin arasında söz artırmaq olmur. İkinci növ təyinli söz birləşməsi asanlıqla üçüncü növ təyinli söz birləşməsinə keçir. Amma bəzi istisna hallarda, bazar günü, istirahət günü, bəzi bu cür ikinci növ təyinli söz birləşmələri var ki, bunlar üçüncü növ təyinli söz birləşməsinə keçmir. Bundan başqa ikinci, üçüncü növ təyinli söz birləşməsinin hansı fərqləri, nə fərqləri var bunlar arasında? İkinci növ təyinli söz birləşməsinin aslı tərəfi, yəni bu tərəfi təklədirsə, digər tərəfi cəmdə, bu tərəfi cəmdədirsə, digər tərəfi təkdə olur. Tutaq ki, məktəb həyətləri və ya məktəblər həyəti, yəni ikinci növ təyinli söz birləşməsi bir tərəfi təklədirsə, digər tərəfi cəmdə olur və ya bir tərəfi cəmdədirsə, digər tərəfi təkdə olur. Üçüncü növ təyinli söz birləşməsində bu qayda olmaqla yanaşı, eyni zamanda üçüncü növ təyinli söz birləşməsinin hər iki tərəfi cəmlələ bilər. Bundan başqa, bəzi ikinci növ təyinli söz birləşmələri var ki, elmlər namizədləri, elmlər doktorları, bu cür ikinci növ təyinli söz birləşmələri var ki, bunlar belə deyək ki, ikinci növ təyinli söz birləşməsidir, ancaq istisna hallardır ki, bunlarda da hər iki tərəf cəmlələ biləcək. Bundan başqa, ikinci, üçüncü növ təyinli söz birləşmələri var. İkinci, üçüncü növ təyinli söz birləşmələri təhlil olunan zamanı biri digərindən ayrılmır. Bunlar təhlil olunan zaman bunlar bütöv götürülür. Yəni, mübtədə olur, tamamlıq olur və yaxud da xəbər olur və yaxud da digər cümlə özləri məsələsində iştirak edə bilər. Bundan başqa, bəzi üçüncü növ təyinli söz birləşmələri var ki, tutaq ki, deyirik ki, məktəbin həyəti. Üçüncü növ təyinli söz birləşməsinin aslı tərəfi, yəni birinci tərəfi, birinci, ikinci şəxsin cəmli, bizim həyət, sizin həyət. Üçüncü növ təyinli söz birləşməsinin aslı tərəfi, birinci, ikinci şəxsin cəmli, şəxs əvəzi ilə ifadə olunursa, ikinci tərəfdə mənsubiyyət şəkilçisi olmayan bilir. Bu cür birləşmələr üçüncü növ təyinli söz birləşməsi götürülür, amma bunlar təhlil olunanda birinci növ təyinli söz birləşməsi kimi təhlil olunur. Digər qaydalar haqqında da biz növbəti dərsdə məlumat verəcəyik. Ümid edirəm ki, bizim bu izahları hər bir kəs üçün müəyyən qədər də olsa faydalı.